İran Silahlı Qüvvələri atəşkəs rejiminin qüvvəyə minməsindən bir neçə dəqiqə əvvəl İsrailə qarşı raket hücumu həyata keçirib. Yaşıl media xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu Sepah rəsmi bəyanat yayıb. Atəşkəs rejiminin qüvvəyə minməsinə dəqiqələr qalmış, İsrail Sepahın hərbi və yardımçı mərkəzlərini 14 raketlə vuraraq məhv edib, deyə bəyanatda bildirilir. Məlumata görə, hücumdan dərhal sonra ABŞ prezidenti Donald Trump çərşənbə axşamı İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apararaq, ondan atəşkəsin pozulmasından sonra İrana cavab zərbəsini dayandırmağı xahiş edib. Bu barədə Axios portalının müxbiri Barak Ravid adı açıqlanmayan İsrailli rəsmiyə istinadla məlumat verib. Onun sözlərinə görə Netanyahu Trumpa zərbəni tamamilə ləğv edə bilməyəcəyini bildirib. İranın atəşkəsi pozmasına cavab verilməlidir, deyə o bildirib. Ən son yeniliklərdən xəbər tutmaq üçün kanalımıza abunə olmağı unutmayın.